Değerli izleyicilerimiz, hoş gördük her birinizi. Allah Teala tuttuğumuz oruçları, kıldığımız namazları, ettiğimiz duaları kabul etsin. Her birinizi Allah'ın o güzel selamıyla salamlayıram. Bugünkü mevzumuzun adına toxunaq. Dehşetli bir xəstəlikdən bəhs edəcəyik. Adına İslam dini həsəd deyil. Tarixin dərinlərinə indikcə Adəm babamızın ocağına qədər gedib çıxan bir peyğəmbər evladı arasındakı nifaqa səbəb olan dəhşətli bir mərəzin tariximizin günümüzə qədər nə qədər evi, nə qədər ailənin ocağını söndürdüyünü bir daha fərqinə vararıq. İstər səmavi kitablar olsun, istər Quran-ı Kərim sonuncu kitab olsun, hər bir kitabın təbliğ edən, dəvət edən nəbilərin həyatında əslində onların qövmlərinin içərisində bu dəhşətli fəlakətin önünü kəsən, qarşısını alan mücadilələr olmuşdu. Ancaq günümüz etibarilə sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın inşa etdiyi bir cəmiyyətin içərisində qısqanclıq damarlarının nə qədər qısaldığını, nə qədər qıstıldığını, eyni zamanda onu tərbiyə edib bu qısqanclığı, bu həsədi əslində fərqli bir qibtə halına gətirdiyinin şahidi ola bilirik. Çünki sahabe-i kiram böyüklərimiz bu fəlakətin önündə dayanmış və onu Peyğəmbərimiz Aleyhisselatü Vesselam'dan aldıqları təlim vasitəsilə aşıb keçə bilmişlər. Ancaq bir dövr yaranmışdı ki, hətta o İslam böyüklərinin arasında belə həsədin, fitnənin daxil olduğu və əziyyət çəkdikləri bir zəmanəni də müşahidə edə bilirik. Əziz insanlarımız, ifadə elədiyimiz kimi, insanın dünyasında, hər kəsin içərisində, fitrətində həsədə aid bir hiss ola bilər. Xatırlayırsınız, biz təkəbbür mövzusunu işlədiyimiz zaman dünyanın ilk günahı olaraq görmüşdük. İndi isə dünyanın ikinci böyük bir günahı, böyük bir haramı, yasağı olan həsədi də biz burada görə bilirik. Çünki babamız Adəmi uca yaradan xəlq edib, bütün məxluqatı ona səcdəyə dəvət etdiyi zaman İblis babamız Adəmə baxmış, ondakı fəziləti, ondakı məziyyəti və bütün varlığın onun qarşısında təzimə gəlməsini həzm edə bilməmiş. Öncə baxmış ona və onu sən palçıqdan yarattın, məni oddan yarattın iddiası ilə bir təkəbbürünü ortaya qoymuş və ona olunan bu hörməti, bu ehtiramı həzm edə bilməmiş, həsəd etmişdi. Ancaq bundan sonra bu həsəd daha sonra babamız Adəmin ocağında eyni zamanda iki evladının arasında bir fəlakətə səbəb olmuşdu. Bilirsiniz, Habil-Qabil hadisəsini Quran-ı Kərim adlar verməsə də bu dəhşətli hadisənin ipucularını verməkdədir. Həsədə mürtəkib olmuş birisi öz doğma qardaşını bir bətindən gəlmiş, bir nəsildən gəlmiş, bir soydan gəlmiş yeryüzünün ilk cinayətinə səbəb olacaq addımını atmışdı. Beləcə qurbanlar təqdim olunur, Habilin qurbanı haqq dərgahında məqbul, Qabil isə seçdiyi qurbanı qəbul olunmamışdı. Və bundan dolayı öz qardaşına qarşı o həsəd elə bir hala gətirmişdi, qardaş qatilinə çevrilmişdir. Siz Həzrəti Yusufu da qıssasından, Yusuf surəsinin özündən oxuyub, qardaşlarının onu quyuya attığını bilirsiniz. Deməli, qısqanclıq hissi insanı qətlə, qısqanclıq hissi doğma qardaşı belə quyuların içərisinə atmağa qədər aparır. Odur ki, mövzumuzun biraz kunhuna, onun ruhuna vaqif olmamız üçün özümüzə dönək. İfadə elədiyimiz kimi hər kəsin içərisində həsəd ola bilər. Amma həsəd duyğusunun daha çox təsir etdiyi, insanı yanıb yaxdırdığı daha fərqli bir yer, insanların biri-birinə ən yaxın qohum əqraba içərisində olmasını, eyni zamanda dostlar arasında yaranmasını görə bilirik. Çünki bir müəssisədə, bir iş yerində, hər hansı bir məktəbdə, universitetdə və s. istər təhsil sahəsi olsun, istər qeyri-elm sektorları və s. bölgələr olsun, bazar olsun, hansı yer olursa olsun, o bölgənin həsədçiləri meydana çıxır. Birisinin ticarəti artır, həsədçinin damarı qabarır. Bu damarın qabarması Allahın Rəzzaq isminə qarşı bir üsyan olduğunu da fərqinə varmır. Çünki həsədçi insan əslində qarşısındakı insanın malının, sərvətinin, gücünün, zəkasının yox olub getməsidir. Bəzən həsəd duyğusuna insan
tutulur. Bu şəkildə ki, o dua etməyi belə bacarım. Ona edilən dualara amin deyə bilmir. Odur ki, dünyamıza enmiş, könül səmamızın o qaranlıq tufanını darmadağın etmək üçün bizim qəlbimizi, eyni zamanda ruhumuzu kilitləyən və qəflətə, eyni zamanda bizi şiddətə götürən bu dəhşətli hadisənin önündən çıxmaq üçün, sıyrılmaq üçün, ondan uzaqlaşmaq üçün dinimiz bizə fərqli bir yolu öyrədir. Öncə bağışlamağı. Biz tez-tez bu ayəni "Ən ta'fu aqrab lit-taqva" ayəsini oxuyuruq. Bağışlamaq təqvaya daha yaxındır. Bir insanı qısqanması, eyni zamanda ona həsəd etməsi, insanda ifadə elədiyimiz kimi çox böyük bir ağır yükə səbəb olur və insanın öz ciyərini dağlayır. Nə ona gecə verir, nə gündüz verir. İçərisində, daxilində bir tonqal, bir ateş yanar kimi o insanın ciyərini dağlayır. Amma bir insan da görür ki, həsədçi insan görür ki, nə onun gecəsi var, nə gündüzü var. Və belə bir xəstəliyə tutulmuş insan artıq bilməlidir ki, bəli, mən ruhumu şeytanın əlinə təslim edirəm. Mən xaliqimə qarşı üsyan edirəm. Mən dostumun, mən qardaşımın, ətrafımdakı insanların xeyrini, şanını, şöhrətini, varını, dövlətini həzm edə bilmirəm. Bu həzmsizlik, bu qəbul edə bilməməklik ən böyük təsiri insanın özünədir. Və insandan hüzuru aparır. İnsana verilən, hər kəsə verilən bir mənəvi dəyər var. Və həsədçi insan özünün fərqinə varmadan belə nankor bir baxışları ilə, yanaşması ilə öncə daxilindəki bütün məziyyətləri tapdalayır və özünə ziyan vurur, özünə zərər verir. Əziz insanlarımız, İslam böyükləri belə bir xəstəliyə düşər olmuş insana təqdim edir ki, sən dua etməyi öyrən. Hələ bir əllərini qaldır Allah dərgahına, deyin ki, Allahım, mən o insanın varına, dövlətinə, sərvətinə, elminə, irfanına, ya Rabbi, dua edirəm ki, Allahım onu daha da artır, daha da çoxalt, onu daha da gözəlləşdir, daha da gücləndir deyə dualar etməlidir. Əgər bu duanı edə bilirsə, şeytana qarşı ilk zərbəni endirmiş olur. Əks təqdirdə həsəd baltası insanın könül ağacını gecə-gündüz budayacaqdır. Və bu duanı edənə qədər insan əslində o zərbələrin qarşısında ilk öncə özü məğlub olacaqdır. Sonda qazanan şeytan olur. Əziz insanlarımız, həsədin önündə bir də sevgi deyilən bir dərman var, panzəhəri. Yetər ki, insanın sevgisi olsun, mərhəməti olsun, Rəbbimizi mərifətullahda tanıya bilsin. Gerçəkdən Allahı gözəl tanıyan, onun Rəsuluna tabi olmağı bacaran, imanı ilə, irfanı ilə o hikmət çeşməsinə baxmağı bacaran bir insan Rəbbimizin bu dünya evində payladığı nemətlərə baxar və riza göstərər. Birinə Allah elm verib, birinə hikmət bəxş edib, birinə güc verib, birinə gözəllik verib, birinə sərvət verib, birinə qəlb zənginliyi verib. Odur ki, cəmiyyətimizin içərisində insanların kəsb etdiyi, eyni zamanda Rəbbimizin əta etdiyi bu qədər nemətləri insan təqdir etməli və bilməlidir ki, bu nemətlərin gerçək sahibi Allahdır. Həsədçi isə insanda olan gücün getməsini istəyir. Ya özünə gəlməsini istəyir, ya ondan yox olmasını istəyir. Eyni zamanda ondakı olan sərvətin yox olmasını istəyir. Onun şöhrətinin, şanının yox olmasını istəyir. Yoxluğa insanı mürtəkib etməyə qədər aparan çox dəhşətli bir xəstəliyin, mərəzin pəncəsi altında əzilən insanın tək yeganə çıxış yolu ifadə elədiyimiz kimi haqqa tövbə edib gerçəkdən dua etməyi bacarmasıdır. Əziz insanlarımız, Ramazan ayında Ramazanlaşa, oruç tutub daxili dünyamızdakı o gözəllikləri, məziyyətlərin toxumlarını rəhmət suyu ilə sulamağa çalışırıq. Və əgər bir insana qarşı içimizdə bizim də kin, nifrət, həsəd, ona qarşı dikbaşlığımız varsa, bir güzgü olaq, Ramazan bizim üçün bir güzgü olsun, özümüzün zəif tərəflərini tapaq, onu müalicə etməyə çalışaq. Axı Ramazan ayında şeytanın əli qolu bağlıdır. İnsan özünü daha gözəl tanıya bilir, insan özünü daha gözəl irşad edə bilir, insan özünü daha gözəl yönəldə bilir. Bu baxımdan bu fürsət ayında, bu şərəfli ayda gəlin çalışaq ki, öz daxili dünyamızdakı olan mənfiləri, nöqsanları, qüsurları birər-birər tapaq, onu Allahın izni ilə Rəbbimizə həvalə edək və beləcə bu bəlalardan qurtaraq, Ramazandan sonra da gözəl şəkildə yaşamağa davam edək. Allaha əmanət olun.